Salam. MHM 99 sınav 9-cu siniflər üçün mövzu sınav 7 ilə davam edirik. Deməli, ədədin standart şəklindən gedir birinci sualda söhbət. Ədədin standart şəklində qiymətli hissəmiz, baxın, deyir bu ədəd standart şəkildədir. Yəni, burada A qiymətli hissədir. 1 ilə 10 arasında yerləşir. 1 ola bilər, 10 ola bilməz. İşarədən bilinir. Deməli, 10 üzərində n yazılan n var. Bax, o n isə bizim tərtibimiz adlanır. Mənə deyir ki, A hansı aralıqda ola bilər? A-nı soruşur. Dediyimiz kimi 1 ilə 10 aralığı C bəndidir. İkinci suala baxırıq. İkinci sualda üçbucağın iki tərəfinin uzunluğu verilib 6, 9. Üçbucaq. Bura 6, burada 9. Üçüncü tərəf, iki tərəfin fərqinin modulu ilə 9-dan 6 çıxanda 3 eləyir. Cəmi arasında yerləşir. Yəni 15 eləyir 9-dan 6-nı toplayanda. Mənə perimetrin ala biləcəyi ən böyük qiyməti istəyir deyəm. P bərabərdir 6, 9. Üçüncü tərəf 3 ilə 15 arasındadır. 3 ilə 15 arasında ən böyük qiymət 14-dür. Toplayırıq. Bu eləyir 15, bu da 14. Toplayanda 29 edir. Cavab B variantı. Deməli, burada üçüncü sualda verib, deyir ki, bu bucağa qonşu olan bucağı tapın. Bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcə eləyir. Yəni, mən 180 dərəcədən çıxmalıyam 43 dərəcə. Başında bir də xətt olan dəqiqə deməkdir. 2 ilə xətt olan saniyə mənasını verir. 43 dərəcə 37 dəqiqə 64 saniyə. İndi qulaq asın, görün bunu necə çıxacam mən. Baxın, 1 dərəcəmiz 60 dəqiqə deməkdir. Bilirik ki, 1 dəqiqəmizdə 60 saniyə deməkdir də, bunu bilirik, düzdürmü? İndi baxın, 1 dərəcəmiz 60 dəqiqə deməkdir. Başında bir xətt dəqiqədir, 2 xətt saniyədir. 180-ı 1 dərəcə azaltsam, olar 179 dərəcə. 179 dərəcə. Olacaq 179 dərəcə, 180 dərəcəni 1 azaltmaq, o 1 dərəcənin əvəzinə yazıram 60 dəqiqə. 1 dərəcəmizi azaltdıq, yerinə 60 dəqiqə yazdıq. İndi baxın, mən bura saniyə də yazmalıyam. İndi 60 dəqiqəni azaldıram, yazıram 59 dəqiqə. 59 dəqiqə, 60 dəqiqədən 1 dəqiqə çıxdım. 1 dəqiqədə 60 saniyə deməkdir. Yazdım bura 60 saniyə. Baxın, bu 60 saniyədir, bu 64 saniyədir. 60 saniyədən 64 saniyə çıxa bilmirəm deyə mən 59-u bir də azaldıram. 58 dəqiqə eləyirəm. 58 dəqiqədən 2 dəqiqəmizdə 120 saniyədir axı. Burada yazıram 120. İndi 120 rahat çıxacam. Baxın, saniyəni saniyədən çıxıram. 120-dən 64 çıxıram. 6. 11-dən 6 çıxanda 5, 56 saniyə. 58 dəqiqədən 37 dəqiqəni çıxanda eləyəcək 1, 21 dəqiqə. Bir dənə xətt. Sonra 179 dərəcədən də 43 saniyəni çıxanda eləyəcək 136 dərəcə. 136 dərəcə 21 dəqiqə 56 saniyə. Y variantı. 40% 12 olan ədədin 40% 12 olan ədəd x vurulsun 40 bölü 100 bizə verir 12-ni. 1-də 12 kimi yazıram. Bu 0-dan bu gedir. 4-dən də 12 gedir. Bura qalır 3. X bərabərdir 3, ona vuranda 30. Yəni 30-un 6-da 5 hissəsini tapın. 30-u vururuq 5-ə, bölürük 6-ya. O deyəcək 5, 5-im 25. D variantı. Deyir ki, 2 də düz xətt kəsişir, alınan qarşılıqlı bucaq. Qarşılıqlı bucaqların dərəcə ölçüsü bərabər olur. 7x çıx 10-dan 3x plus 22-ni bərabər götürürük. 7x-dan 3x çıxanda 4x qalır. 22-nin də üstünə 10 gələndə 32 edir. X bərabər 32 böldür 8. X-i 8 tapdıq. Mənə deyir, bu bucaqları tapın. 7x çıx 10-da x-in yerinə 8 yazsaq, 7, 8-im 56, 10 çıxanda 46 eləyər. Burada x-in yerinə 8 yazsam, 3, 8-im 24, 24-ün üstə 22 gələndə o da 46 eləyər. 46, 46, cavab C bəndi. Baxırıq 6-cı suala. Nə deyir burada? Deyir ki, 2 çıxılsın kök altında 2. Əvvəla baxaq görək modulun için müsbətdir, mənfidir. Çöldə gördüyümüz 2-ni kök altında 4 kimi təsəvvür eləsək, kök altında 4-dən kök altında 2 çıxanda müsbət cavab alaram.
Müsbət cavab alıramsa, deməli modul olduğu kimi açılır. Yəni olur 2 çıxılsın kök altında 2, heç bir dəyişiklik olmur. Üstə gəlinsin. İkinci modulumuz zaten toplamadır, müsbətdir. Ona görə burada mənfi deyə bir şey qorxumuz yoxdur. Yəni olduğu kimi yazıram. 2 üstə 5 gəlirəm 7. Mənfi kök altında 2, üstə 2 kök altında 2. Eləyir müsbət kök altında 2. 7 plus kök altında 2 B bəndi. Bir də yadımıza salırıq ki, əgər modulun içərisi mənfi olsaydı, biz onun yerini dəyişəcəydik. Bax, bu şəkildə açacaqdıq. Müsbət olduğu üçün olduğu kimi çıxartdıq bu şəkildə. Qarşılıqlı əks ədədləri soruşur 7-də. İşarəsinə görə fərqlənir. Eyni şeydə sadəcə işarəsi fərqlidir. Baxın, D bəndinə. Müsbət 2-də 1, mənfi 2-də 1. Müsbət 2-də 1, mənfi 2-də 1, yəni əksdilər. 5-dəki hissəsi 40 olan ədəd x-i vurursan 2-yə bölürsən 5-ə bərabər eləyir 40-a. 1 yazırıq. Çarpaz vururam. 2x bərabərdir 40-ı 5-ə vuranda 200. X bərabər 202-yə bölündə 100. Bu ədəd 100 imiş. 100-ün 4-də 3 hissəsini istəyir. 100-ü 3-ə vurub 4-ə bölürük. 100-ü 4-ə böləndə 25. 25-i 3-ə vuranda 75A variantı. 9-cu məsələyə baxırıq. Deyir, bərabər yanlı üçbucağın yan tərəfi 20-dir. Deyək, bu bərabər yanlı üçbucaqdır. Yan tərəf olsun 20. Oturacağa çəkilmiş təm böləndə 12-dir. Bərabər yanlı üçbucaqda oturacaqdakı bucaqlar bərabər olur. Bir də bunu yadımızda saxlayırıq. Bir də təpədən çəkilmiş hündürlük, təm bölən, median. Üçü də bir-birinə bərabər olur. Yəni, bura 90 dərəcəni yazırıq. Bilirik ki, mediandır. Bir də bilirik ki, təm böləndir. Mənə deyir ki, bax, bu təm bölən 12-dir. Baxın, bax, bura 12-dir. Mən bu hissəni kəsib çıxardıram çölə. Baxın, bir dənə. Burada bir düz bucaqlı 3 bucaq var. Burası 20, burası 12, bu 90 dərəcə. Bura x. Pifaqor teoremi ilə x tapa bilərəm. 12-nin kvadratı ilə x-in kvadratını toplayanda 20-nin kvadratını verir. X-in kvadratı bərabərdir 400-dən 144 çıxanda 256 eləyir. 256 da 16-nın kvadratıdır. X eləyir 16. Yəni, bax, bu hissəmiz 16-dır. Baxın, buradan bura 16-dır. Bu axı mediandır. Bura 16-dırsa, deməli, bu da 16-dır. X-i 1-də oturacağımız oldu 32. Yan tərəfimiz 20-20. Perimetri soruşduğu üçün yanları toplayıram. Üzərinə də oturacağı gəlirəm. 32-ni gəlirəm. Eləyir 72 D bəndi. Buna aid biz baxdıq, bundan əvvəlki sınaqda da belə bir sual var idi. Dedim ki, əgər biri daxildirlə verilirsə, digəri, baxın, burada 42 daxildir, mənfi 3 daxil deyil. Yəni, biri daxil deyil, biri daxildir deyirsə, onda sonuncudan başlanğıcı çıxırıq, 42-dən mənfi 3-ü çıxırıq, eləyir 45 və salam. Cavab elə olur bu. Bu bizə, üzr istəyirəm, burada mənfi 3-dən 42-yə qədər 45 dənə ədəd var. Bu bizə neçə natural deyir. Yəni, mənfiləri çıxaq. 45-dən çıxacağıq. Neçəsi mənfidir? Baxın, mənfi 2, mənfi 1, 0. Bu 3 dənə çıxırıq buradan. Qalır yerdə 42. Çünki bizdən naturalı soruşur. Natural 1-dən başlayır da. Və yaxud da belə yaza bilərdik. 1-dən 1 daxildir. 42-yə kimi, 42-də daxildir axı. Onda deyərdik ki, 42-dən çıxaq 1-i, alınsın 41. Amma üzərinə 1 gələk. Çünki hər ikisi daxildir. Hər ikisi daxil olanda üstünə 1 gəlirdik, demişdik bunu. Biri daxil deyil, biri daxil olanda çıxırdıq, heç nə eləmirdik. Amma ikisi daxil olanda aldığımız cavabın üstə 1 gəlirdi, 42. Bu şəkildə tapıb 42 eləyə bilərik və yaxud da yuxarıdakı kimi yazıb 42 eləyə bilərik. Cavab B bəndi. Deməli, 11-ci sualda bu alfadırsa, bu bucaqda alfadır. Qarşılıqlı bucaqlardır da, burada betadır. Bilirik ki, alfa ilə betanın cəmi bizə 80 dərəcəni verir, görülür. Misaldan görünür. Elə bu yüzden onu soruşur, cavab C. 12-ci suala baxırıq. Baxın, deyir ki, A, B-nin daxilindədir. A, B-nin daxilindədir. B də C-nin daxilindədir. Yəni, at çoxluq deməkdir, baxın, bu işarə. Deyir, aşağıdakılardan hansı doğrudur? A variantına baxaq. A ilə B-ni deyir kəsişdirəndə B alınır, səhvdir. A ilə B-ni kəsişdirsəm əgər, hər ikisinin içində A var.
B yox, bu səhvdir. B ilə C-ni deyir birləşdirəndə C alınır. Baxın, B ilə C-ni birləşdirsəm, C-nin içində hər şey var da C alınır. Bəli, B doğrudur. Digər variantlara baxaq yenə. A ilə C-nin kəsişməsi C-dir. Xeyr, A ilə C-ni kəsişdirsəm, az olanı götürürük də. A-nı götürməli idim. B ilə C-ni kəsişdirsəm, B-ni götürməli idim. A ilə B-ni birləşdirsəm, B-ni götürməli idim. Birləşmədə çox olanı götürürük, kəsişmədə az olanı. Deməli 13-cü sualda bərabər tərəfli üçbucağın medianı, üçbucağın perimetri. Bərabər tərəfli üçbucaqdan danışanda sahə düsturunu əzbər bilməliyik. A kvadrat kök 3 bölü 4 heç çaşmadan bilməliyik. Xaricə çəkilmiş çevrənin radiusu A bölünsün kök 3. Bu düsturu əzbər bilməliyik. Daxilə çəkilmiş çevrənin radiusu A bölünsün 2 kök altında 3. Bu düsturu əzbər bilməliyik. Hündürlük böyük yerlə kiçik yerin cəmidir. Bu düsturu əzbər bilməliyik. Böyük yerin yerinə A bölü kök 3. Kiçik yerində yerinə A bölünsün 2 kök 3. Böyük yerinə kiçik yerin düsturlarını gətirib yerinə qoyuram. Hesablayanda alınır 2 kök 3 məxrəcdə, sürətdə 2A plus A 3A. Baxın, bu hündürlüyün düsturu olur. Baxın, bu. Bu böyük yerin, bu kiçik yerin, bu da sahənin. Bu düsturları möhtəşəm şəkildə əzbər bilməliyik. 13-cü məsələyə baxırıq. Deyir, bərabər tərəfli üçbucağın medianı. Bu mənim bərabər tərəfli üçbucağımdır. Deməli, bütün bucaqlarım 60 dərəcədir. Median deyir 6-dır. Bərabər yanlı üçbucaqda yalnız təpə bucağından çəkilmiş hündürlük tən bölən median bərabər olur. Bərabər tərəflidir, amma bütün təpələrdən, bütün bucaqlardan hardan çəksən çək, hündürlük tən bölən median hamısında bərabər olur. Yəni, mənə medianı 6 deyirsə, bu həm hündürlükdür, həm də tən böləndir. 60-ı 30-30 bölür. Baxın, 90, 30, bura neçə? 60. İndi biz bunu düstursuz da yaza bilərik. Qaydamız belədir ki, düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısında dayanan katet hipotenuzun yarısı olur. 60 dərəcəli bucaq qarşısında dayanan katet isə digər katetin kök 3 misli olur. 60 dərəcənin qarşısında 6 durubsa, deməli digər katetimiz, yəni 30 ilə üz-üzə duran 6 bölü kök 3 imiş ki, kök altında 3-ə vurublar, 6 eləyib. Kök 3-lər ixtisar gedib 6 qalıb. 90 dərəcənin qarşısında duran isə 30-un qarşısında durandan 2 dəfə çox olur. Yəni, bura 6 bölü kök 3 isə bu 12 bölü kök 3-dür. Belə çıxır ki, bərabər tərəfli üçbucağın tərəfləri 12 bölü kök 3-dür. Yəni, hamısı bir-birinə bərabərdir. Burada 12 bölü kök 3-dür. Burada da 6 bölü kök 3 orada, 6 bölü kök 3 buradır. Ümumilikdə 12 bölü kök 3 də buradır. Vəssalam, perimetri soruşur. Perimetri tapanda 3 vurulsun 12 bölünsün kök 3. Yəni, tərəfi 3-ə vururuq perimetri tapmaq üçün. Aha, indi məxrəci rasionallıqdan azad etmək üçün kök altında 3-ə vururam. Buranı da kök 3-ə vururam. Yuxarını da kök 3-ə vururam. Kök 3 vurulsun kök 3. Bu 3 eləyir. Bu 3 ilə ixtisar gedir. Yuxarıda qalır 12 vurulsun kök altında 3. Düsturları qəşəng əzbər bilməliyik. 30, 60, 90 qaydasını əzbər bilməliyik. Buradan baxırıq. Deməli 14-cü suala deyir ki, şərti ödəyən ən kiçik natural ədəd hansıdır? Modulda x-ımız əgər özündən kiçik və özünə bərabərdirsə, bu şərti ödəyən ən kiçik tam ədədi soruşur bizdən. Belə deyim də, mənfi ədədlərdə modullar böyük olur həmişə. Yəni, modulda x əgər böyükdürsə, x-dan, bu mənfi ədədlərə aiddir. Kiçik olanda müsbət ədədlərə aid olur. Yəni, kiçikdirsə, məsələn, belə deyək də, biz bunu belə yaza bilərik də, 7 kiçikdir, 7 kimi, kiçik bərabər 7 kimi. Bu formada yaza bilərik də, heç bir səhvimiz olmaz. Yəni, müsbət ədədlərə aiddir bu. Bu mənə ən kiçik soruşduğu üçün mən 0 götürürəm. 2-dən, 3-dən, hamısı 0-dır da, burada ən kiçik olan. Mənfi olsaydı, yenə deyirəm, modul böyük olardı. İşarə modula tərəf olardı. Deyərdik ki, modulda, yəni böyük olan. Burada mənfiləri çıxanda yerdə qalan ən kiçiyimiz B variantı, yəni 0 olacaq. Sonra 15-ci sualda bərabər yanlı üçbucağın tərəflərini veribdir. Perimetri soruşur. Baxın, bərabər yanlıdırsa, biz bunu ya 3, 3, 7 kimi yazmalıyıq, ya da 7, 7, 3 kimi yazmalıyıq. 3, 3, 7 kimi yazsaq düzgün olmaz. Ona görə düzgün olmaz ki, qayda var. Bir tərəf digər iki tərəfin fərqi ilə cəmi arasında yerləşməlidir. Tutaq ki, 3-ü götürək. Baxın, bu 3, 7 çıx 3. 4, 7 plus 3, 10. 4 ilə 10 arasında yerləşirmi? Xeyr, deməli səhvdir. Amma bax, burada 7-ni götür. 7-dən 3 çıx 4, 7 ilə 3-ü topla 10. Həqiqətən də 4 ilə 10 arasında 7 var. Yəni, üçbucağın bir tərəfi digər iki tərəfin fərqi ilə cəminin arasında yerləşməlidir. Ona görə bizdə cavab bax, bu olacaq. Bizə perimetr soruşduğu üçün 2 vur 7, 14, üstünə də 3 gələcək 17 cavab olacaq D bəndi.
Baxırıq buradan 16-cı suala. Saat deyir 13:30 olarsa dəqiqə qərəbi sədə qərəbi arasında. Bundan əvvəlki testdə də var idi bu. 11 vurulsun D, çıxılsın 60 vurulsun S, bölünsün 2. Bu da modulda olmalıdır. Bu dəqiqə qərəbi sadə qərəbi üçün nəzərdə tutmuş düsturdur. Baxın 13 nə deməkdir? 1 deməkdir. Yəni saat deyəndə 1, dəqiqə deyəndə 30-u nəzərdə tutacağıq. Gətirirəm burada. Başlayıram yazmağa. 11 vurulsun dəqiqə. Dəqiqə nə qədərdir? 30 dəqiqə. Çıxılsın 60 vurulsun saat nə qədərdir? 1. 60 ilə 1-ə vuracaq, 60 eləyəcək. Bölürük 2-yə. 11-i 30-a vuranda 330 eləyir. 330-dan da 60 çıxanda 270 eləyir. 270-i 2-yə böləndə cavab eləyəcək 135. 135 dərəcə. Əgər aldığımız cavab 180-dan böyük cavab olsaydı, məsələn 175 olsaydı, 185 olsaydı, 180-dən böyük cavab alsaydım, onda bunu belə götürməyəcəkdim. 360-dan çıxacaq idim ki, görüm cavab nə qalır. Yəni 180-dan böyük cavab alınmamalıdır da. Əgər alınsa 360-dan çıxın. İndi biz 135 aldıq, ona görə heç nədən çıxmırıq. Elə-belə də qalır. Cavab 135 olur. Baxırıq buradan 17-ci suala. Deyir ki, düzbucaqlı üçbucağın tərəfləri 6, 8, 10-dur. Əlbəttə ki, 10 ən böyükdür. Yəni katetimiz 10-dur, 10K-dır. Bu 6K, bu da 8K-dır. Mənə deyir ki, perimetrimiz 96-dır. Hamısını toplayanda 24K bərabərdir 96-ya. K-mız eləyəcək 4. K 4-dürsə, bura 40 olacaq. Onu 4-ə vuracaq. Bura 24, burada 32. Hipotenuz deyir nə qədərdir? Hipotenuz 40-dır. Baxın, burada deyir ki, bizə deməli, deyir ki, alfa bucağını tapın. Alfa bax, bura 104-dür, bura 40-dır. Bu birisi bucağa nə qalacaq? 104 ilə 40-ı toplayırıq, 144. 180-dan çıxırıq 144-dür, yerdə qalır 36 dərəcə. Deməli, bura 36-ymış. Özə fikir versəz, burada bu xəttləri qoyub, yan deyir ki, mən bərabər yanlıyam. Bu bucağım 40-dırsa, deməli, C bucağım da 40-dır. Oturacaqdaya bucaqlar bərabər olur, bərabər yanlıda. İndi baxın, bura 104-dürsə, 104-ün qonşusu nə olacaq? 76 olacaq da, ikisi bir də 180 olmalıdır. 40, 76. 76-nın üstünə 40 gəlirik, eləyəcək 116 dərəcə. İndi alfa nə qədərdir? Nə çatmır 180 olmağa? 180-dan çıxırıq 116-nı, 4, 64 dərəcə çatmır da, alfa olacaq 64 dərəcə. 60-a bölünməsindən alınan qalığı istəyir. Burada baxın, həmişə bu tip suallarda vurmalar mütləq ki 90% hallarda burada verilən ədədə bölünür, qalıq qalmır. Məsəl üçün 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 verilib. Orada 6, 5-im 30 eləyir. Baxın 2, 5, 6, 3. Vuranda bir-birinə nə eləyəcək? 2, 5-im 10, 16-ya vuranda 60. Deməli 1-dən 9-a qədər ədədlər 60-a tamamilə bölünür. İçərisində 60 yarandısa, deməli o tam bölünür. Bir də qıraqda plus 41 qalıb. 41 də 60, yəni 41 qalır, 41 qalır da bir də yerdə. Cavab olur 41. 20-ci suala baxırıq. 20-ci suala burada baxırıq. Deyir ki, məxrəci deyir 36 olan ixtisar olunmayan neçə düzgün kəsir var. Bunun üçün düstur var. 36-nı sadə vuruqlara ayırırıq. 36 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. Aldıq 2-nin kvadratı, vurulsun 3-ün kvadratı. Bunu vururuq. 1 çıxılsın 1 böl əsaslara 2. 1 çıx 1 böl, burada da əsas 3-dür. Yəni elə bilin ki, sadə vuruqları vururuq. 1 çıx 1 böl əsaslar bu şəkildə. Burada olacaq 2-nin kvadratı vurulsun, 3-ün kvadratı vurulsun. 1-dən 2-də 1 çıxanda 2-də 1. 1-dən 3-də 1 çıxanda 3-də 2. 2 bununla gedir, bir dənə 2 qalır. 3-də ixtisar gedir, bir dənə 3 qalır. 2, 3'üm 6. Buradakı 2'ye de vuranda 6'ına cavab edir 12. İxtisar olmayan neçə düzgün kəsir var? 12 dənə. 21-ci sualda diqqət edirik. M ilə N-in kəsişməsi boş çoxluqdur da. Yəni bunların ortaq bir elementi yoxdur. Mənə deyir ki, M çoxluğunda 8 element var. M-dən N-i çıxanda cavab nə eləyir? Ortaq element yoxdursa, 8-dən elə bir şey heç nə çıxmıram da, elə 8 qalır da. M-dən, yəni 8 dənə elementdən N-i çıx. N-lə M-in ortaq bir elementi yoxdur axı çıxan. Elə cavab 8 qalır. 22-ci suala baxırıq. Burada düzbucaqlı üçbucaq verilibdir. Mənə deyir hündürlüyü tapın. Düzbucaqlı üçbucaqda hündürlüyün düsturu var. Katetləri vurursunuz bir-birinə, bölürsünüz hipotenuza. Bu düsturları möhtəşəm şəkildə əzbər bilmək lazımdır. Katetləri hasili böl hipotenuz bizə hündürlüyü verir.
Düzey hündürlüyün başqa da düstur var, amma bu düsturda indi hal-hazırdakı məsələyə keçərlidir. Hipotenuzun nətər tapacağıq? Katetlərin kvadratları cəmi bərabər hipotenuzun kvadratına. 5-in kvadratı 25, 12-nin kvadratı 144. Toplayanda eləyir 169. 169 13-ün kvadratıdır. Deməli hipotenuzumuz 13 imiş. 5-i vuracağıq 12-yə. Hündürlüyü tapanda böləcəyik 13-ə. Bu da bizim hündürlüyümüzdür, hazırdır. İndi burada baxırıq hal-hazırda 23-cü məsələyə. Deyir ki, məhsul 30% zərərlə 700 manata satılarsa, həmin məhsul 30% xeyirlə neçə manata satılır? Bunu belə yaza bilərəm. 30% zərər nə deməkdir? Elə bir 70% deməkdir. Maksimum 100% isə bizim malımızın maya qiyməti. 30% zərərlə satanda 70% ilə satıram 700 manata. Əgər 30% xeyirlə satsam, yenə deyirəm, bizim malımızın mayası 100%-dir. 30% xeyirlə satanda 130% ilə satıram. Deyir neçə manata satarım? X. 70 vurulsun x bərabərdir. 130 vurulsun 700. Xısar aparım burada. 70 ilə 700 10 qalır. Cavab olur 1300 manata satmış olaram. Rahat idi. Baxırıq 24-də x 3 ilə 11 arasında yerləşir. Tutaq ki, x 4-dür. Baxırıq burada. 4-dən 3 çıxanda müsbətdir. Deməli, modulumuz olduğu kimi açılır. Üstə gəlinsin. X-in yerinə 4 qoysam, baxın burada. Yenə də 11-dən 4 çıxanda yenə müsbətdir. Modulum necə var, elə də açılır. Amma burada 3 çıxılsın 4 yazsam, 5 yazsam, yəni 3-11 aralığında istənilən ədədi yazsam, modulum mənfi olacaq. Mənfidirsə, deməli yerini dəyişəcəm. 3 çıx x-dırsa, x çıx 3 yazacağam. Vəssalam, həll edirik burada. Deməli, bu x mənfi x-dir, bu müsbət x-dir. Bu x-lar gedəcək burada, ixtisar. Nə qalacaq burada? Hesablayın deyir. X mənfi 3-ün üstə 11 gələndə müsbət 8 eləyəcək. 8-dən də 3 çıxanda müsbət 5 qalacaq. Bu qədər. Və sonuncu 25-ci məsələmizə baxırıq. Baxın, yenə də qablar çəkirik. 30%-i 70 litr. Aşağı litri yazırsan, yuxarı faiz. İkinci qabda da 40% 80 litr. 80 litri aşağı yazırıq. 40%-i yuxarı yazırıq. Qablar qarışdırıldıqdan sonra, qarışdırmaq deyəndə toplayırıq. Bərabərdir nəyə? Yeni məhlulda duzun faiz miqdarını tapın. 70 ilə 80 toplayanda olur 150 litr. Faiz miqdarın həmişə litrlər olduğu kimi qalır. Elə bir 70 litr məhlulla 80 litr məhlul qarışırsa 150 litr alınır. Amma faizi bilmirik. X 10 soruşur bizdən. Qabın verilən 6 ilə üstü bir-birinə vurulur. 70-i 30-a vurursunuz. 3 7 21, 2 də 0. Üstə gəlinsin. 8 4 32, o da 2 də 0. Bərabərdir 150 vurulsun x. Toplayacaq eləcək 0 0 3 5 bərabərdir 150 vurulsun x-a. Məsələn, həll edəcəyik. Bu sıfırlar gedəcək. 530-u böləcəyik 15-ə. Eləcək 3 5-im 45. 80. 80-ın içində 15. Deməli 75 eləcək 5 dəfə. 75. Qalacaq 50. 5 qalacaq da yerdə. Elə belə də yaza bilərik. 15 tam 53'də bir dəqiqə. Burada qıraqda böldüm. Deməli elədi 35 tam 15'də 5. Yəni 530'u böldüm 15'ə. Bunlar da ixtisar gedəcək. 35 tam 3'də 1. Yeni məhlulda duzun faizi bax bu qədər. 35 tam 3'də 1 faiz oldu. Belə yenə deyirəm, sona çatdıq. Əgər hansısa bir sualda narahatçılığımız, yenə də başa düşmədiyimiz nələrsə olarsa şəxsdə yazıb soruşa bilərsiniz.